Salam hər kəsə, mən Hüseyin Salmanov. Bugün Bakının ən ucuzlu, orta və ən bahalı burger restoranlarını gəzib, dadlarına baxıb sizlərlə bölüşəcəm. Görək ən ucuzlu burgerin dadı necə olur və ən bahalı burgerin dadı necə olur. Məncə çox maraqlı olacaq, izləmədə qalın. Gedək indi ən ucuzlu burger yerilən veri axtaraq tapaq görək hardadır. Seyid Əzim Şirvani küçəsindəyik, axtarıq. Köfteci baba, burada burger var, bayaq buradan keçmişdik. 3 ədədi 26 manat 90 qəpik, 3 ədədli kartof fri. Hardasa 8.50-yə falan düşür, yenə də bahadır. Bir burger için bahadır. Axırda gedəcəyim McDonald's ən yaxşısı. Ən ucuzlu burger mən belə başa düşdüm ki, McDonald'sdadır. Siz bilirsinizsə ucuzlu burger verilən yer şərhlərdə yazın. Görə burada burger neçəyədir? Salam aleyküm. Burger verirsiniz qardaş. Burgeri var. Oldu, çox sağ ol. Yoxdur burada da burger. Burger restoranı açmaq lazımdır burada mütləq. Gedək görək nə var orada. Tantuni dönər. Bayaq burada da qiymətlərə baxdım. Ət burgeri 6 manat 50 qəpik. Hələ də ucuzlu burger tapa bilmirik. Hələ ki gəzirik. Bugün yenə də axırda McDonald's-a gedəcəyik. Orada ən azından 2 manat, 3 manat arası burger yeyə bilərik. Düşünürdüm ki, Əhmədlidə, Neftçilərdə ucuzlu burger verilən yer tapa bilərik. Amma burgerlərin qiymətləri 6 manatdan, 5 manatdan başlayır. Ona görə qərar aldıq ki, ən ucuzlu burger verilən yer McDonald's-dur. Gəlmişik McDonald's-un qarşısındayıq. İndi keçək McDonald's-un burgerini yoxlayaq. Burgerlərə daxil oluruq. Düşür aşağı 5 manat, 7 manat, 6 manat, 3 manat və bizə lazım olan hamburger 2 manat 90 qəpik. Sifarişimizi verək. Burgerimiz gəldi buradadır. İçində bir də belə ətdir. Altında duzlu xiyardır, ketçupdur. Bundan ibarətdir. Yəni, ən ucuzlu burger olaraq Bakıda bunu tapa bildik. Əgər siz də ən ucuzlu burgeri verilən yeri bilirsinizsə, deyin, mənə çox maraqlıdır çünki. Görə dadı necədir? Hamının bildiyi klassik hamburgerdir. Dadını zaten hamınız bilirsiniz. Dadı barədə uzun danışmaq istəmirəm. Zaten hamıya bəlli olan bir dadı var. Sadəcə qiymət ucuzdur deyə burger pis ola bilərmi? Bir sual yaranır. Düşünürəm ki, qiymətinə görə yaxşı da burgerdir. Təbii ki, indi bu burgeri bir də ən bahalı burgerlə müqayisə edəcəyik. Sözsüz ki, fərq olmalıdır arasında, amma görək fərq o dərəcədə olacaq yoxsa yox. Keçirik ikinci məkana. İkinci məkan Ağşəhərdə yerləşir. Getdik. Gəldik City Parka. City Parkın 3-cü mərtəbəsində Burger Kingin burgerlərini yoxlamağa gələcəyik. Görək Burger Kingdə burger necə verilir. Buradan burgerləri seçirik. Malatil olan burgerləri düşür aşağı. Sifarişimiz Big King olacaq. Sifarişimizi verək. Nömrəmizi də götürək. Gedək sifarişimizi gözləyək. Burger King City Parkda yerləşir. Sifarişimiz Big King oldu. Qiyməti 6 manat 50 qəpik. İçini göstərirəm. İçində belə 2 dənə ət var. Malatil qeyd edeyim. Pendirdir, kağı falandır və turşu xiyarıdır. Görə dadı necədir? İçi belədir, göstərim sizə. 2 dənə üst-üstə ət var. 2 dənə pendir, turşu xiyarı. Ətdən közün dadı gəlir. Ona görə bəyəndim açığı. Az da deyil əti. Yəni içində ət vardır. Mən sözün açığı bəyəndim. Sosu falan da qəşəngdir. Əti də yaxşıdır, dadı yaxşıdır. Və içindəki ət öz dadını deyək, tamını deyək, verir deyə belə deyim spesifik dad qatır, çox maraqlı eləyir. Soslarla bir yerdə mən bəyəndim sözün açığı. Yenə gəlib yeyərəmmi? Yeyərəm. Burgerlərin çörəkləri McDonald's-da da, Burger King-də də eyni idi. Çox bir fərqləri yox idi. Yəni yaxşı idi. Burada da burgerlərimizi yedik. Keçən indi isə 3-cü məkanımıza getdik. Gəldik 3-cü məkan olan Ağşəhərdə yerləşən Mitadora. Burada yeyəcəyimiz burger orta qiymətdə burger olacaq. Görək necədir. Getdik. Salam aleyküm. Gəldik Mitadora indi. Burger sifarişini verəcəyik. Deməli qiymətlər başlayır 10 manatdan və 20 manata qədər. İçindəki ətin qramajından asılı olaraq qiymət də dəyişir. Video sonunda da ümumi bir 4 məkan arasında bir fərqləndirmə, müqayisə deyim artıq eləyək görək vəziyyət necədir. Sizdə ən çox istifadə olunan burgerlər hansıdır? Acı sevənsiniz? Yox, acı yox. Queen məsləhət görürəm. Hamısı yaxşıdır. Belə ən çox öz yeməyin vaxtı olan saxlanır. Onda bir dənə zəhmət olmasa elə Queen verərsiniz, orta qramaj olsun 160 qram. İsməyə də kola verərsiniz zəhmət olmasa. Sifarişimiz Queen oldu. 80 qramlıq 10 manat 50 qəpik, 160 qram 14 manat, 240 qram 18 manat 50 qəpik. Biz orta ölçüsünü götürdük 160 qram. Görək Queen-in dadı burada necədir. Menyular da başlayır 10 manatdan 20 manata qədər dəyişir. Burada da burgerlər dana əti ilə verilir, grill olunur, közdə belə deyim, bişirilir, ızqara şəklində. Düşünürəm ki, dadı yaxşı olacaq, bəyənəcəm. Bundan sonra ən bahalı burger məkanına keçəcəyik. Ona görə izləmədə qalın. Və nəzərə alın ki, 4 dənə məkan gəzirik. Hava da yenə qaralır və biz səhər tezdən yollara düşmüşük, axtarırıq. Ən azından əziyyətimizi görüb, abunə olsanız, rəy yazsanız, çox sevinərəm. Sifarişimiz gəldi. Kartofil də verilən yanında. Burgerində əti qalındır və içində o hissin üstünün dadı gəlir. Közün dadı deyə çox maraqlı, çox yaxşıdır. Bunu da çox bəyəndim və sonsuz dadı çox qəşəng. Patuşkadan da yeyək.
Kartuşların üstündə belə ədviyyatlıdır. Kajun ədviyyatından vurublar üstünə. O da bir xüsusi dad qatır. Mitadorda burgerimizi yedik. Əti şirəli idi, qalın idi. Ətin dadını verirdi. Sonulurdu ki, 100% təbii dan ətindən hazırlanırdı. Yəni bu da çox önəmlidir burgerdə. Dəsinə vurulan sos ətin üzərini örtmürdü. Ətin dadını üstələmirdi sos. Bu da ayrıca bir gözəllik qatırdı. Mən Mitadorun burgerini bəyəndim. Xoşuma gəldi. İndi keçək Bakının ən bahalı burgerinə. Gedə görə orada burger neçədir və necədir? Bir ehtiyac yox. Sağ ol, çox sağ ol. Hesabımızı ödədik. Queen burgerə 14 manat verdik. Xidmət haqqı 6%dir burada. Bir dənə də kola sifariş verdik. Kolada 3 manat, toplam 18 manat ödədik. İndi isə gedirik. Gəldik 4-cü məkanımız olan Bayraq meydanı ilə üzbəüz yerləşən Mangal Steakhouse-a və Bakının ən bahalı burgerini yeməyə. Gedə görək bahalı burger necə olur. Getdik. Gəldik, əyləşdiyi məkanda gördüyünüz kimi məkan çox lüks bir yerdir. İnteriyer həqiqətən möhtəşəmdir. Belə bir şamlar var, şərab butulkalarının üzərində. Tavanda belə rəsmləri görə bilərsiniz. Ona belə diqqət edib. Sadə tavan deyil də. Hər yerdə bir dekor, işıq, ambiyans möhtəşəmdir. Saatlar, yəqin ki, ölkələrin saatlarıdır. Maraqlı menüsü də var. İnteriyerdən görsəndiyi kimi qiymətlər də nisbətən bahadır, amma dəyər. Çünki interyer həqiqətən möhtəşəmdir. Menyular da belə bir kağız qəzetdən ibarətdir. Çox kreativdir, çox gözəldir. Deməli, sifarişimiz gəldi. Sifarişimiz lokum burgeri idi. Qiyməti 38 manatdır və digər burgerlərlə eyni boydadır ölçüsü. Yanında kartofillə verirlər. Görə dadı necədir? Soymamış dadına baxaq. Məkan həqiqətən möhtəşəmdir. İnteriyer olaraq çox gözəldir. Burada olanlar yəqin ki, bilirlər Mangal Steakhouse-un interyerini. Bakıda bəlkə də ən yaxşı interyerə sahib olan məkanlardan biridir. Ona görə belə bir interyerdə burger yeməyin ləzzəti məncə daha 2 qat olar, daha yaxşı olar. Görək dad necədir. Ətini göstərim belə. İçində dobra ət var. Az bişmiş ətdir biraz, rəngindən də bilinir. Az bişmiş ətdir deyəndə, yəni steak ətidir. İstəyə uyğun bişirilən ətdir. Bu az bişmiş ətdir. İstəsəniz çox da bişirə bilərlər. İstəyinizin asılıdır. İrətlərini göstərim, qalın irətlərdir. Yaxşıdır. Kartofildən yeyək. Lokum burgerimizi yedik. Qeyd edim ki, digər burger yerlərində ət çəkilmiş ətdən ibarət olur. Kotlet formasında ət çəkilmiş ətdən ibarət olur. Burada isə fərqli idi. Burada steak əti idi. Steak ətini birbaşa burgerin içərisində qoymuşlar. Maraqlı idi, dadlı idi, dadı yaxşı idi, bəyəndim. Yenə də sonda bir fikirlərimi bildirəcəm, amma məkanın interyeri möhtəşəmdir, öz sözünü deyir. Sağ ol. Sağ olun. Hesab gəldi, hesabı ödədik. Toplam 50 manat 60 qəpik hesab ödədik. Lokum burger 38 manat və kola 8 manat. 10% də servis haqqı tutulur burada. Normaldır. Qiymətlər də mənə elə gəlir ki, bu yer üçün, məkan üçün çox yaxşıdır deyə düşünürəm. Belə Bakının ən bahalı burgerində yedik. Ən ucuz burgerində yeməyə çalışdıq. Düşünürəm ki, ən ucuz burgeri yedik. Əgər siz də ən bahalı, bundan da bahalı burger verilən yer və ən ucuz burger verilən yeri tanıyırsınızsa, o zaman şərtdə mütləq bizimlə bölüşün. Videonu bitirmirik. Ümumi məkanlar haqqında bir də ümumi bir fikir bildirib, ondan sonra yekunlaşdıracağıq. Burada belə ətləri də görə bilərsiniz. Bu şaşlıqdır, bu spagettidir. Burada belə burger ətlərini də görə bilərsiniz. Steak ətləri də var. Burada da idmançılar və siyasi xadimlərin şəkilləri bu məkanda olublar. Onların rəsmləridir, qruplar belə. Emin Ağalovun rəsmini görə bilərsiniz burada. Burada da belə bir güşə yaradıblar. Açdır. Arxada yenə məşhurların rəsmləridir. Burada cənab prezidentin şəklini də görə bilərik. Bu məkanda olublar. Giriş hissəsi belədir, çox mükəmməldir. Burada belə ətlərdir, soyucularda sərgiləyirlər. Üstlərinə olan yəqin ki, qoyduğu tarixlərdir. 6 dekabr məsələn var. Noyabrın 26-sı var. Belə maraqlıdır. Burada da Dallaslar var. Dekabrın 3-ü qoyulub. Yaxından çəkim möhtəşəm. Giriş hissəsində belədir, şərablar var və belə bir güşə yaradıblar. Samavardır, milli atributlarımızdır. Burada ceyrandır. Burada da bizi belə gözəl mənzərə qarşılayır. Şanlı Azərbaycan bayrağı. Üç rəngli bayrağımız hal-hazırda dalğalanır və dünyanın ən hündür bayrağı adını alır. Bugünkü videonu burada yavaş-yavaş yekunlaşdırıram. Videomuz Bakının ən ucuzlu, orta və ən bahalı burgerləri ilə bağlı idi. Ən ucuzlu burger 2 manat 90 qəpik, ən bahalı burger isə 38 manat oldu. Təbii ki, getdiyimiz məkanlar heç ucuzlu məkanlar deyildi. Sadəcə bizim belə deyək, ən ucuzlu burger
burger axtarıb tapdığımız məkan McDonald's oldu. Yəni 2 manat 90 qəpik də orada burgerin qiyməti. Digər məkanlar da videolarda zaten gördünüz. Ən bahalı məkan isə Mangal Steakhouse, qiymət olaraq 38 manat idi, lokum burgeri idi. Mən məkanlar haqqında hər hansı bir fikir söyləmək istəmirəm, çünki məkanlar hər biri həqiqətən özünə görə öz möhtəşəmliyi var idi. Həm keyfiyyət olaraq, həm dad olaraq, həm qiymət olaraq. Amma bir fikir səsləndirim ki, McDonald's yediyim 2 manat 80 qəpikli burgeri mən normal həyatda yeyərəmmi? Təbii ki, yemək olar, niyə də olmasın. Amma bahalı burgeri, yəni Mangal Steakhouse dediyimiz burgeri düşünürəm ki, gündə həyatımızda yeyə bilmərik. Çünki təbii ki, mən öz adımdan danışıram. Çünki qiymət həqiqətən çox yüksəkdir. Amma ən azından deyərəm ki, ildə 2 dəfə, 3 dəfə ora gedib. Burger olmasa da hər hansı bir özəl günlərdə şam yeməyi yeyə bilərsiniz. Çünki məkan həqiqətən çox möhtəşəmdir. O interyerdə, o işıqlandırma, o ambiyans, o mühitdə hər hansısa bir burger olmasa ola bilər, şam yeməyi yeyə bilərsiniz. Fərqi yox, düyü belə yeyə bilərsiniz, atıram bir greska belə yeyə bilərsiniz. Adama belə deyim, çox ləzzət edirdi. Digər məkanlar isə Burger King və Mitador'da orta seçimli burgerlər yedik. Təbii ki, orada da ucuzlu burgerlər və bahalı burgerlər var idi. Biz amma orta seçimli burgerləri yedik. Yəni o belə deyim, ürəyimiz burger çəkərsə, gedib əyləşib yeyə bilər. Təbii ki, bu burgerləri biz Mangal Steakhouse-da yeyə bilərik, McDonald's-da yeyə bilərik. Hər bir 4 məkanında həm ucuzlu, həm bahalı, həm orta qiymətli olan burgerləri var. Yəni siz mənim fikirlərimdən səhv anlamayın ki, ən ucuz burgeri McDonald's deyirlər, ən bahalı burgeri Mangal Steakhouse-da. Yox, sadəcə ən ucuz burgeri mən McDonald's-da, ən bahalı burgeri də Mangal Steakhouse-da tapdım. Əgər siz də bundan da ucuzlu və bundan daha çox bahalı burger verilən məkan bilirsinizsə, o zaman rəy bölməsində paylaşın. Biz də həmin məkanları gedək yoxlayaq. Bugünkü videomuz bu qədər. Özünüzə yaxşı baxın. Əziyyətimizi görürsünüzsə ki, əminəm ki, görürsünüz. Ən azından videoya bəyənib, rəy yazıb abunə ola bilərsiniz. Hələlik növbəti videolarda görüşənədək.